Hər vaxtınız xeyir əzizləyicilər və yeni videomda hər birinizi salamlayıram. Bu videonu mən 9-cu sinif buraxılış imtahanına hazırlaşan üçün və inşallah gələcəkdə də bərəsi olan bütün şagirdlər üçün hazırlayıram, çəkirəm. Və bu videoda uşaqların ən çətinlik çəkdiyi hissə ingilis dilindən dinləmə hissəsindəki testləri necə yazmaq lazımdır, onun haqqında danışacağıq və əsasən nə haqqında? Dinləmədən heç olmasa yarı suallara yaxud sualların üstü ikisindən necə düzgün cavab vermək olar, onları eləyəcəyik, yəni onları öyrənəcəyik, bir yerdə cavabları tapacağıq. İlk öncə onu qeyd etmək istəyirəm ki, əgər siz buraxılış imtahanına hazırlaşırsınızsa, sizin müəyyən lüğət bazanız olmalıdır. Yəni, müəyyən sözlər bilməlisiniz ki, heç olmasa cümlələri tərcümə edə biləsiniz və bu mütləqdir sizin üçün. Dinləməni başa düşməyə bilərsiniz, bu normaldır. Çünki gündəlik həyatımızda biz ingilis dilində videolara baxmırıq. Yəni, əsasən də məktəblər, nə televizorda ingiliscəmiz yoxdur, YouTube'da da baxırıq, ancaq başqa dillərdə olan, yəni türk dilində, Azərbaycan dilində olan bir vloqlara deyim, seriallara deyim. Yəni, ingilis dilində heç birinə baxan yoxdur. Ona görə də ingilis dili dinləmə bacarığının zəif olması indiki gənclərimizdə, gənclər demək, məktəblərimizdə normaldır. Və biz dinləmədən necə yazaq? Onun üçün bizə azacıq da olsa tərcümə lazımdır. Və gəlin başlayaq. 69-cu bu 2009-cu sinif buraxılış imtahanları üçün olan test topusundan 69-cu dinləmədir. Dinləməni istən əvvəl dinləməmişəm. İndi sizlə bir yerdə yazmağa çalışacağım və hansı suallarımız qalsa sonda bir dəfə dinləyəcəyik və onları da tamamlayıb cavabları yoxlayacağıq. Başlayaq birinci sualdan. Birinci sualda nə deyir? How do businesses benefit from elevators? Benefit from mənfəət qazanır, yəni xeyir əldə edir. Elevator liftdir. Yadınızda saxlayın, Amerikan ingiliscəsində daha çox işlənilir. Bizneslər liftlərdən necə istifadə edirlər? Baxaq variantlara. They help customers to buy a lot of new products. Deyir ki, onlar customer alıcılardır. Alıcılara kömək edirlər, çoxlu məhsul almağa kömək edirlər. Yəni, bu məntiqsiz gəlir də, yəni, çoxlu məhsul almağa sırf alıcıya kömək etmir axı. Həm işçiyə kömək edir, həm biznesmenlərin elə özlərinə kömək edir, həm alıcıya kömək edir. Yəni, ona görə A variantını atırıq. Daha sonra B variantına gəlir. They help people with disabilities to move between floors. Deyir ki, o floor mərtəbə kimi də gedir. Yəni, mərtəbələr arasında hərəkət etməyə çətinliyi olan insanlar üçün insanlara kömək edir. Yəni, hər hansısa bir hərəkət qabiliyyətlərində yəni çətinliyi olan insanlara kömək edir. Yəni, disability ona vurğu vurur. Yəni, bu da məntiqlidir. Yəni, sırf onlar üçün deyil. Bütün insanlar üçün nəzərdə tutulur. Yəni, bütün insanlar da istifadə edir. Yəni, hərəkətlərində çətinliyi olan insanlar da, olmayanlar da istifadə edir. Satıcılar da, alıcılar da, hər kəs istifadə edir. Və ona görə B variantı da səhvdir. Keçək C variantına. C variantında isə deyir ki, they help elderly people to have healthier life. Onlar elderly, yəni yaşlı adamlara sağlam həyat tərzinin olmasına kömək edir. Yəni, böyük insanlara, yaşlı deməyək, sağlam həyat tərzinin olması üçün kömək edir. Yəni, bu da məntiqsizdir. Yəni, lift olanda, liftlə bir çıxırıq, məsələn, ikinci mərtəbəyə, ya neçənci mərtəbəyə, o sağlam həyat tərzi təbii ki də demək deyil. Yəni, onun üçün də nəzərdə tutulmayıb. Ona görə C variantını da atırıq. Keçək D variantına. D variantında deyir ki, they help workers and customers to move quickly. Onlar işçilərə və alıcılara daha quickly, cəld hərəkət etməyə kömək edir. Yəni, bu daha düzgün səslənir ki, həqiqətən alıcılara da, satıcılara da kömək edir. Keçək Y variantına. Y variantında they encourage people to spend a lot of money. O, insanları ruhlandırır. Nəyə? Çox pul xərcləməyə. Yəni, heç bir bağlılığı yoxdur, yəni liftlə. Ona görə Y variantı olmayacaq. Biraz yəni az məntiq olan insan da bunun sayda işləyə bilər. Ona görə D variantı düz cavab olacaq. Çox güman ki, sonda yoxlayanda bilərik. Keçək ikinciyə. İkinciyə deyir ki, elevators can carry many people at the same time. Can carry daşıya bilir. Liftlər daşıya bilir. Many people, çox insanı. At the same eynidir. Eyni vaxtda.
İndi davamı gəlməlidir. A variantında because they work with steam. Çünki onlar buxarla işləyir. Hələ ki bunu saxlayaq, çünki bunun haqqında dəqiq məlumatımız yoxdur. Keçək B variantına. Which help to avoid crowded stairs. Hansı ki kömək eləyir bu crowded dolu da, yəni dolu pilləkənlərin qarşısını almağa. Bu da ola bilər, bunu da saxlayaq. Keçək C variantına. Which slows down the life. Hansı ki həyatı yavaşladır. Həyatı yavaşlatmır axı, yəni slow down yavaşlatmaqdır. Xeyr, əksinə tezləşdirir. Keçək D variantına. Because they avoid using electricity. Çünki o elektrik istifadəsinin avoid qarşısını almaqdır. Qarşısını alır. Xeyr, niyə qarşısını alsın ki? Əksinə özü də elektrikdən istifadə edir. Keçək Y variantına. Y variantında between different buildings. Müxtəlif binalar haqqında deyir. Müxtəlif üzr istəyirəm. Binalar arasında insanları daşıyır. Xeyr, bu səhvdir. Müxtəlif mərtəbələr. Between floors olsaydı düz olardı. Məsələn, burada. Between floors olsaydı düz olardı. Building'e görə səhvdir variantı. A ilə B-nin arasında qaldıq. Bir dəfə dinləyəndən sonra yazacağıq. Keçək 3-cü suala. 3-cü sualda what is the passage mainly about? Məsələn, mətn əsasən nə haqqındadır? Bu sualı tövsiyə edirəm, yəni sizə işləməyinizi, yəni bu tipli birinci, ikinci sualları işlədikdən sonra, yəni belə olanda mətn əsasən nə haqqındadır, mətn haqqında yəni ümumi məlumatı əldə etmiş oluruq. Gəlin variantlara baxaq. The history of stairs and elevators. Bunu götürmək mənası olardı, çünki bizdə stairsdən danışmırdı. Bir dəfə stairs'ın adını çəkib ki, sıx olan pilləkənlərin qarşısını almaq üçün. Yəni the history of elevators olsaydı, yəni liftin tarixi, liftlərin tarixi, onda fikirləşmə olardı. Amma stairs'in tarixindən, yəni pilləkən, stairs pilləkən demək, yəni bilirsiniz ki, pilləkənin tarixindən danışmırdı. Ona görə A variantını ataq. B variantına keçək. Alternatives of using stairs in buildings. Deyir ki, using istifadəsi pilləkənlərin istifadəsini, binalarda pilləkənlərin istifadəsinin alternativləri pilləkənin istifadəsindən deyildi, bilirik ki, çünki ancaq liftdən danışıbdır. Ona görə B variantını da ataq. Keçək C variantına. The ways of saving time in modern world. Deyir ki, saving time vaxta qənaətin yolları. Müasir dünyada vaxta qənaətin yolları. Vaxta qənaətin yolu desəydi, götürərdik. Amma bizdə sırf lift haqqında danışır mətn. Yəni, vaxta qənaətin yolu olsaydı, yəni bir yolu, deyək ki, götürək ki, liftdir bir yolu. Amma yollar deyəndə gərək lift haqqında da danışsın, başqa bir fəaliyyətlər haqqında da danışsın. Yəni, başqa fəaliyyətlər haqqında danışmadığı üçün o variantı götürmək həqiqətən çox, yəni heç uyğun gəlmir. Ona görə C variantını ataq. Düşək D variantına. The importance of elevators. Bu uyğun gələ bilər. Liftlərin mühüm də vacibliyi, əhəmiyyəti. Y variantını desə, technologies used in hotels. Otellərdə istifadə edilən texnologiyalar. Texnologiyalar dedikdə, yəni sırf liftlər nəzərdə tutulmamalı, digər kompüter texnologiyaları da nəzərdə tutulmalıdır. Yəni onlar haqqında heç bir məlumat çıxmayıb bizim qarşımıza. Və ona görə də Y variantını da ataq, qaldı bizə D variantı. Cavab da çox güman kimi olacaq, yəni 99%. Keçək 4-cü suala. 4-cü sualda yəni faktlar olsa, əgər onları saxlayacaq, yaza bildiyimizi yazacaq. Keçək 4-cü suala. Baxaq birinciyə. Birincidə nə deyir? Contemporary elevators are powered by horses. Horse bilirik də atdır. Atlar tərəfindən işlədilir. Contemporary sözü çox gözəl sözdür. Modern sözünün sinonimi kimi yadınızda saxlayın. Müasir deməkdir. Bu kənara yazıram. Modern, contemporary çox işlədir o söz. Yəni deyir, müasir liftlər atlar tərəfindən hərəkətə gətirilir, işlədir. Xeyr, təbii ki, yəni səhv olacaq bu. Gözümüzün qabağında o qədər lift var, yəni binalarda atlarla istifadə niyə edilsin ki? Əvvəllər bəlkə də edilə bilərdi, amma indi xeyr. Ona görə buna false qoyaq. Daha sonra keçək ikinciyə. İkincidə deyir ki, the speed of an elevator depends on the building. Deyir ki, liftin deməli sürəti depend on asılı olmaqdır. Kənara yazıram. Asılıdır nədən? Building, binadan. Bu ola bilər hardasa, düz ola bilər. Hələ ki, nöqtə qoyaq bura, yəni belə işarə qoyaq. Dinləmədən sonra dəqiq qərar verərik. 4-ün 3-cüsünə gələk. The first elevator was made in the late 20th century. 20-ci əsrdə. Artıq burada rəqəm gördünüzsə, bu ancaq yəni dinləmədən sonra tapılası bir şeydir. Biz belə əlavə background information, yəni əlavə özümüzün məlumatımız yoxdursa, bunu yazmaqda çətinlik çəkərik belə sırf tərcümə ilə.
Dördüncüsündə isə elevators are very helpful in busy places. Deyir ki, bu məşğul yerlərdə liftlər çox kömək edir. Yəni bu insanların çox olduğu yerlərdə, yəni bu təbii ki də true olacaq, düzgün olacaq. Aha, deməli gəlin burada kənarda yazaq hansı variantları seçmişiksə. Deməli 1-ə nə seçdik? 1-ə D variantını seçdik. Yəni özümüz seçmişik. Bunun altına bir xətt çəkirəm ki, yəni dinləməmişik, seçmişik. 2-yə hələ seçməmişik variantdan. 3-də özümüz D variantını seçmişik. 4-cünün deməli yazaq 1-i, 2-si, 3-ü, 4-ü. Bunun 1-inə B seçmişik, 2-ni A nəzərdə tutmuşuq. 3-ü hələ ki seçməmişik, çünki dinləmədən sonra seçəcəyik. 4-də də A variantını seçmişik. Deməli, sırf 4 dənəsini altına xətt çəkirəm özümüzün seçdiklərimizin. Biz dinləməmiş seçə bilmişik. İndi dinləyək bir dəfə və son toxunuşları da edib yoxlayaq. Elevators are machines that help people travel up and down in buildings. They are very helpful in tall buildings, like offices, hotels, and malls. They make it easy to get from one floor to another. It can be fast or slow depending on the building. The first elevator was made a long time ago, in the 18,000s. At first, elevators were powered by horses or steam. Later, the use of electricity made them faster and safer. Today, elevators are very common and easy to use. Elevators are important for businesses because they allow workers and customers to move quickly between floors. This saves time and helps people get to meetings or appointments faster. Elevators also make buildings safer for people with disabilities or the elderly who may find it hard to use stairways. They can carry many people at once, which help to avoid crowded stairs. Overall, elevators make life easier and are important for busy places. Aha, uşaqlar dinlədik. Deməli, mən burada dinlədiyimiz vaxtı eşitdiyim yerlərdə tez yazdım. Deməli, 4-ün üçüncüsündə 18, 18-ci əsri eşitdik və ona görə bilirik ki, burada false olacaq, 20-ci əsr deyil. Və 4-ün ikincisində depend on the building. Bunu da eşidən kimi yazdım. Orada tez qeyd elədim ki, altında xətt çəkdim, siz də fikir verəsiniz, yəni hansı hissədə deyilir. Deməli 2-yə A yazacağıq, 3-ə B yazacağıq, bir dəfə dinləmişik. Yəni bunu da nəzərə alaq. Daha sonra 2-də son tərəflərdə dedi. Yəni bunda tam cümlə şəklində həqiqətən dedi. Öz yazdıqlarımızın 4 dənənin altına xətt çəkmişəm. 3 dənəni də bir dəfə dinlədikdən sonra tapmışıq. İndi cavabları götürək və yoxlayaq görək hansı dərəcədə yəni tapdıqlarımız dinləməmişdən əvvəl düz oldu. Aha, uşaqlar cavabları götürüb yuxarı hissəyə qoydum. Deməli yoxlayaq. 1-də D variantı düz tapmışıq. 2-də B bir dəfə dinlədikdən sonra tapmışıq, düzdür. 3-də D dinləməmişdən tapmışıq məntiqlə. 4-də B düzdür, dinləməmişdən tapmışıq. 2-də, yəni 4-ün ikincisində A-dır. Bunu bir dəfə dinləyəndən sonra tapmışıq, düzdür. 3-cüsündə B-dir. Bunu da yenə elə, bu da düzdür. Və 4-cüsündə A-dır. Bunu da məntiqlə tapmışıq və düzdür. Yəni 4 cavabımızı özümüz məntiqlə dinləməmişdən əvvəl tapmışıq və düzdə çıxıb digərlərini də bir dəfə dinlədikdən sonra. Yəni siz də əgər gördünüz ki, dinləmədən bir şey başa düşməmisiniz, çalışın, tərcümə ilə, məntiqlə tapmağa çalışın. Amma çalışın ilk öncə dinləyəsiniz və əsas hissələrində altından xətt çəkin. Hansı suallar ki, yəni məsələn burada əsas sifətlərin altından xətt çəkin. Burada necə contemporary sözü, müasir sözü, yaxud burada illərin altından xətt çəkin. Speed sözünün məsələn 4-ün ikincisində xətt çəkin ki, bunlar əsas sözlərdir. Məsələn, birinci sualda business sözünün altına xətt çəkin ki, o business sözünü siz eşidən kimi həmin tez birinci suala qayıdıb izləyə biləsiniz dinləmənin yerini. Bugünlük bu qədər. Əgər hər hansısa yerdə çətinliyiniz oldusa, yaxud əlavə bir
dinləmədə birlikdə yəni işləmək istəyirsinizsə, şərhlərə qeyd edin və məmnuniyyətlə həmin elə videoda hazırlayaram və həmçinin hansı hissələrdə çətinliyiniz varsa, onu da qeyd etmək unutmayın. İnşallah reading testlərinin də belə asan yollarla işlənməyini üçün yəni video çəkib paylaşacağam və ən əsası da mənə dəstək və motivasiya üçün kanala abunə olmağı, like etməyi və yaxınlarınızla da paylaşmağı unutmayın ki, onlar da bunlardan, yəni bu biliklərdən istifadə etmək öyrənsinlər. Bugünlük bu qədər. Hələlik, gələn görüşlərədək.